Azərbaycanın gölləri. Azərbaycanda ən böyük göl Sarısı gölüdür. Ən dərin göl isə Göygöldür. Ağgöl və Sarısı gölləri əsasən Mirdüzü ərazisində yerləşir. Ağgöl Ağcabədi ərazisində, Sarısı isə İmişli və az bir hissəsi də Sabirabad rayonu ərazisində yerləşir. Burada bir dənə də Mehman göl var. Əsasən Ağcabədi, Beyləqan, İmişli rayonları arasında yerləşir. Bu göllər Kürün axmazlarıdır. Kürün axmazları əsasən Ağgöl, Sarısu, Hacıqabul, Duzdağ, Candar göl. Bu göllər Candar göldən başqa hamısı şorsuludur. Candar göl isə şirin suludur. Sərhəddə yerləşir Akstafa rayonu ərazisində. Bir də sərhəddə yerləşən gölümüz Qara göldür. Laçın rayonu ərazisində yerləşir. Axmaz göllər bunlar oldu. Bir də var tektonik göllər. Bakı və Abşeron rayonun ərazisinin gölləri tektonik mənşəlidir. Acınohor gölü də tektonikdir və böyük və kiçik ala göllər isə tektonik mənşəlidir. Böyük və kiçik ala göllər Kəlbəcər rayonu ərazisində yerləşir. Böyük və kiçik ala göllərin arasında Qurbağalı çayı mövcuddur. Uçqun bənd mənşəli göllər Maral göl, Göygöl, Göygöl rayonu ərazisində yerləşir. Batabat və Qanlı göl Şahbuz rayonu ərazisində yerləşir. Bunlar da uçqun mənşəli göllərdir. Buzlaq mənşəli göl Tufan göl Qəbələ rayonu ərazisindədir. Laqon mənşəli göl Ağzıbirçala gölü şirin suludur. Çünki bu Ağzıbirçala gölündən Qaradəhnə adlı çay Xəzərə tökülür. Sonra Qaradəhnə çayı Xəzərə tökülür. Dəvəçi çayı da ki Ağzıbirçala gölünə tökülür. Ona görə Ağzıbirçala gölü şirin suludur. Göygöl gölü Ordubad rayonu ərazisində var. Naxçıvan çay əsasən Batabat gölündən başlayır. Batabat və Qanlı göllərdə dedik ki, uçqun mənşəlidir. Acınohor gölü Qax və Şəki inzibati rayonları arasında yerləşir. Sonra Lənkəran inzibati rayonundan məxsus burada Qaraquş gölü yerləşir. Sonra burada əsasən Göyçə gölü var. Göyçə gölü şirin sulu göldür, Ermənistanın məşhur gölüdür. O göldən Zəngi adında çay başlayır, İrəvandan keçir və Araza tökülür. Sərhədimizdə yerləşən göllər oldu Candar göl və Qara göl Laçın rayonu ərazisində Azərbaycanla Ermənistan arasında yerləşir. Candar göl haqqında belə bir məlumat da deyə bilərik ki, Gürcü mənbələrində qeyd edilir ki, vaxtilə su anbarı olubdur və sonradan gölə çevrilib. Kür çayının belə deyək, qədim dərəsində Çar Rusiyası dövründə su anbarı tikiblər, sonradan təbii gölə çevrilib. İndi isə gölün suyu şirindir, çünki Kür çayından gölə Gürcüstan ərazisində Qardabani kanalı çəkilib. Kiçik kanallarla isə göldən su axıdırlar. Yəni gölü süni şəkildə axarlı ediblər.